İradə xanım, çox seanslar, terapiyalar almışam, lakin anamı bağışlaya bilmirəm. Məcburam onu bağışlamağa. İstəyirəm ilk öncə biləsən ki, ana birbaşa sənin qadınlıq enerjinə təsir edən valideynindir. Ona görə sən onu bağışlamadığın zaman öz qadın enerjini də bloklamış olursan. Və ananı müxtəlif versiyalarda öz həyatına çəkərək qadınlarla rəqabət duyğusuna girirsən və həyatında davamlı qadınlar tərəfindən rədd edilmə proqramı ilə üz-üzə qalırsan. Və ən əsası da biz hansı valideynimizi öz həyatımızda blokluyuruqsa, həmin valideynimizi qınayırıqsa və onu nədəsə günahlandırırıqsa, həmin valideynimizin yaşadığı situasiyaları öz həyatımızda görməyə məhkum oluruq. Çünki qınadığımız hər şeyi başa düşməyimiz üçün, bu dərsi almağımız üçün eyni ssenarini öz həyatımıza yaşamağa başlayırıq. Və ən əsası da həmin valideynimizə enerji cəhətdən oxşar olan və bizimlə həmin insan arasındakı münasibətlər eyni valideynimizlə olan münasibətləri xatırladacaq insanları həyatımıza dəvət edirik. Və eyni bu situasiyadan heç vaxt çıxa bilmirik. Ananı qəbul elədiyimiz zaman, ananı sərbəst buraxdığımız zaman, enerji alanımızda artıq ona enerji xərcləməyi dayandırdığımız anda ilk öncə bunu həyatınızda sevgi münasibətlərində, insan münasibətlərində açıq-aşkar görməyə başlayacaqsınız. Valideynləri bağışlamaqla bağlı sadəcə mənə məxsus olan xüsusi texnikalarla sənin həyatında istənilən valideyninlə olan bağlarını şəfalandıra bilərəm.